Dostlar, bugün qarşınızda sadə bir avtomobil yox, əsl tarix durur. Sovet mühəndisliyinin dağda, daşda dastan yazan modeli Qaz 69B. Harda yol bitirsə, bu maşının yolu oradan başlayır. Bəs Qaz 69-u B modifikasiyasını edən nə idi? Bu model xüsusi olaraq kənd təsərrüfatı və rabitə işləri üçün təkmilləşdirilmişdir. Onun kapotunun altında 2,1 litrlik 55 at gücünə malik sadə, amma sarsılmaz bir mühərrik yatır. 3 pilləli sürətlər qutusu və tam ötürücü sistemi ilə o ən dərin palçıqdan belə uzaq çıxmağı bacarırdı. Dizaynına baxın, hər bir xətti funksionallıq üçün nəzərdə tutulur. İçəridə komfort yoxdur, amma güvən var. Dəmir cihazlar paneli, bərk oturacaqlar və o məşhur sükan. Bu sükana çevirəndə özünüzü hər hansısa bir yolda yox, bir missiyada hiss edirsiniz. Bugün bu maşınlar artıq nadir tapılan eksponatlara çevrilir. Kimisi üçün köhnə bir dəmir parçası, kimisi üçünsə uşaqlıq xatirəsi və əsl offroad ruhudur. Və sizin Qaz 69 ilə bağlı hansı xatirəniz var? Şərhlərdə bölüşün və videonu dostunuza göndərməyi unutmayın. Hələlik.